Herkese salam dostlar. Bilirsiniz ki bir ildən artıqdır ki Almaniyada yaşayıram və artıq 5-6 aydır ki mən ev axtarışındayım. Heç bir şəkildə düzgün bir ev tapa bilmirdim. Ya kirası məni qane eləmirdi, ya da evin özü qane eləmirdi. Hal-hazırda belə gözəl bir ev tapmışam. Gəlin sizə biraz evin göstərim. Burası qapıdan girdiyiniz anda solda hamam tualet yerləşir. Belə böyük bir qonaq otağı var. Ev studiyadır. 2 otaqdan ibarətdir. Burası isə mətbəxdir. Mətbəxdə bütün avadanlıqlar kiranın içərisinə daxildir. Almaniyada 90% evlərdə mətbəx avadanlıqları və mebeli qəti şəkildə olmur və yaxud olursa da bir öncəki kiracıdan qalma olur və həmin kiracı bu mətbəxi nəqd şəkildə bəlli bir məbləğə satır. Ona görə də kiranın ilk ödənəcəyi məbləğlər həddindən artıq çox böyük olur. Bu durumda isə mətbəx kiranın içərisində idi. Belə bir balkonu da var. Çox gözəl terası var, çox genişdir, çox istifadəyə yararlıdır və sırf bu balkona görə mən bu evi tutmaq istəyirəm. Siz nə deyirsiniz? Necə gördünüz evi? Bəyəndinizmi, bəyənmədinizmi? Bu barədə kommentariyalarda bildirin zəhmət olmasa. Əgər sizin də xoşunuza gəlməsə, mən başqa evlərdə baxacağam. Biraz düzdür, kirası bahadır, həddindən artıq. Ancaq ki, bu isti kiradır. Bilirsiniz ki, Almaniyada həm isti kira var, həm də soyuq kira var. Soyuq kirada sadəcə olaraq evin kirasının qiyməti göstərilir və yan ödəmələr bu kiraya daxil olmur. Onu əlavə olaraq kirada bəlli eləyirlər. Mətbəxin içində belə bir yer də var idi ki, əlavə süpürgə, toz soğuran və belə şeyləri qoyasınız içinə. Və ev mənim həqiqətən xoşuma gəldi gəlməyinə.